Kanalımıza və videomuza xoş gəlmisiniz. Bugünkü videoda keçən dəfə də bəhs eləmişdim. Ramazan üçün buzluq hazırlıqları hazırlayacağım. Marketdən hazır yufka aldım. Keçən də eləmişdim eyni reseptlərlə. Yəni bu ildə eləyib hazır qoyacağım buzluğa. Ona görə bir paçka bundan aldım. Hələ ki bir paçka aldım, yenə də alacağım. Bir də belə bükməli aldım, qutaplıq lavaşdır. Ancaq mən bunu burada göstərəcəm, necə istifadə edəcəm. Öncə ətini hazırlayaq. Ət olaraq mən dünənə toyuq sinəsi aldım, çəkdim soğanla. Amma qırmızı soğanla çəkdim. Qırmızı soğan xoşuma gəlir. Qırmızı soğanla çəkdim. Yəni, qırmızı soğanla çəkilmiş toyuğun sinə ətidir. Birini toyuqlu eləyəcəm, birini tvaroqlu eləyəcəm göyərti ilə. Deməli, burada toyuq ətidir, bir də qırmızı soğan çəkmişəm. Bunu qoyacam bişməyə. Bişənə yaxın duzun, istiotunu vurub götürəcəm. Bunu buxarın üçün istifadə edəcəm. Demək olar ki, bişib, üzərinə biraz duru yağ əlavə edirəm. Karıştıralım. Tuz. İstiyor. Karıştıralım. Artıq hazırdır. Kənarda qoyuram soysun. Hazır olan yufkaları buna yığacağım. Bundan önceki videoda göstermiştim bu qabları. Hardan aldığımı. Buzluq üçün qablar. Burada da qeyd edeyim. Bunu Sumqayıtdan almışam. Sumqayıt şəhər Ordubad supermarketdən. 2-ci mərtəbədən. Yığaq bura. Hazırdır. Bunun üstüne yazacağım ben. İndi isə tvaroqlu böreği hazırlayıram. Öncə tvaroğu bu tvaroqdan istifadə edim. Fərqi yoxdur. İstədiyiniz tvaroqdan istifadə edə bilərsiniz. Bunun içərisinə duz əlavə edəcəm. Bir də göyərti. Cəfəri. Mən cəfəri ilə eləyirəm. Həmişə elə eləmişəm deyə. İndi də elə edəcəm. Üzərinə bir xörək qaşığı su əlavə elədim ki, daha da biraz duru olsun. Bunun tərkibində tvaroq, duz, bir xörək qaşığı su durulsun deyə
Bir də cəfəri göyərtisi əlavə elədim. Siz istəsəniz şüyüd, kişniş, göy soğan əlavə edə bilərsiniz. Hazırdır. İndi isə ətli börəyə hazırlayıram. Ətlə soğanı qoydum qovrulsun. Pişənə yaxın duzun istiotunu vuracağım. Bir də 3 xörək qaşığı pomidor soku əlavə edəcəm. Onu da göstərəcəm sizə. Ona qədər yufqaları hazırlayım. Yumru dairəli yufqadan qalmışdı. Bunu mən kəsib hazırlayacağım. Burada malatı ilə soğanı qovururam yavaş-yavaş suyu çəkənə qədər. Duz, süt. Duru yağ. Karıştıralım. Ətli böreği de hazırladım. Bunu da koyuyorum bura. Bura devam edirik. Üstüne koyayım. Bura noxudu tökdüm, yudum. Koydum qaynasın. Qaynayandan sonra qəşəng suyunu süzəcəm. Ondan sonra bunları da yığacam buzluğa, əlimin altında hazır olsun. Noxudlarımız qaynayana qədər birinci xəmirini hazırlayaq. Xəmir üçün bizə 2 ədəd yumurta, bir xörək qaşığı şəkər, duz, bir xörək qaşığı duru yağ, 2 stəkan süd, yarım stəkan ilıq su, 2 stəkan ələnmiş un. Yaxşı qarışdırır ki, düyün qalmasın.
Mən həmişə birinci xəmir eləyəndən sonra süzgəcdən də keçirdirəm ki, içində balaca dənəciklər qalmasın. Budur, birinci xəmirimiz hazırdır. Mən aparatda bişirəcəm. Siz istəsəniz tavada da bişirə bilərsiniz. Aparatın özünün belə qabı var. Biz blinçiki tökəcəyik bunun içinə, rahatlıqla batırıb bişirməyə. Bunu biraz kənara qoyum ki, rahat görə biləsiniz pişməyini. O qədər rahatdır ki, aparatda bişirmək çox rahatdır yəni. Gördünüz ki, harda deşiklər əmələ gəlir, onu belə örtə bilərsiniz. Bişirdim, qurtardım. Baxın, qab da təmiz qaldı. Yəni batmır. Yağlamağa da ehtiyac yoxdur. Deməli, tamına 20 ədəd çıxdı buradan. 20 ədəd bilinci. Nə böyük, nə də balaca. Göstərim belə əldə. Yəni əl boyda. Yəni yapışmır, həm də cırılmır. Burada mal ətidir, qoyun əti var, qarışıq. Da mən deməli pomidor soku əlavə elədim. Duz, istiot, bir də sarı kök. Qəşəng qoydum soysun. Ondan sonra doldurum, büküm, yığım qablara. Birincikləri yığdım, hazırladım. İndi bunları qablara yığaq. Noxudları da qaynatdım, süzdüm. İndi bunu atacağım bura. Hələ ki, bugünlük bu qədər. Deməli, biz tvaroqlu börək hazırladıq. Toyuqlu börək, blinçik, ətli. Sonra ətli börək. Burada da noxuddur, qaynanmış noxud. Hələ ki, bunları elədim bugün. Bugünlük bəsdir. Sabah inşallah geri qalan buzluq yeməklərini hazırlayacağım. Önceden bir ədəd toyuğu doğradım. Biraz sinəsindən götürdüm. Sümüksüz hissəsi. Qalanları buradadır. Yumuşam bunları qəşəng. Bunun sosunu hazırlayacağım. Bunun üçün 2 yemək qaşığı qatıq. Təxmini bir xörək qaşığı duru yağ. Duz. Böyle bir katletçan sos almıştım. Ondan da bir yarım karıştıralım. Bu da toyuqları əlavə edirəm bura.
hazırdır. Bunu qoyuram buzluğa. Qalan sosa da toyuğun sinəsinə əlavə edirəm. Qaz ətini öncədən yudum, təmizlədim, doğradım. İndi bunları hazırladığım sosun içine əlavə edəcəm. Bunu hazırladım aş için. İnşallah aşın altına hazır. Tuzlanıp istiyotlanıp etkiyatlanıp çıxardıq. Hazır aşın altına koymağa. Bu da gedir buzluğa. İçi pişirilmiş oldu. İki defa aş pişirmek için ayırdım gazetini. Yeni bir günden herkese salam. Bugünlerim düşbərə hazırlayıram buzluq üçün. Əvvəlcə 2 stəkan unu ələyirəm. Üzerine bir adet yumurta. Bir xörək kaşığı duru yağ. Tuz. Ve aldığı kadar da su. Xəmirimiz hazırdır. İndi isə düşbərənin ətini hazırlayaq. Burada qarışıq ədviyyatlar var. Əlavə edirəm. İstiyot. Bükdüyüm düşbərələrini də qoyuram buzluğa donsun. Ondan sonra yığacağım qablara. Bu arada İsmail bizim için pizza hazırlayır. Yaxşı ki bizi az qoyur. İsmail biraz da yere taşıdı. Bir dənə hinduşka pay gəlibdi. Onu da doğrayım, duzluyum, istiyordum. Hazır koyayım soyuducuya. Hinduşkalara da sos düzəltdim. Qəşəng bunu da hazırlayıb hazır qoyacağım paketə, Ramazanda işlətməyə. Bu sos fərqlidir. Burada deməli duz, istiyot, paprika, acı biber, pul biber, qara istiyot, sarı kök, su və un.
Belə. Hinduşka ətinin sinəsini də ayırmışam. Belə tikələrə ayırdım. Bunu da hazırlayayım. Bu da hinduşka ətinin sinəsi. Bunu da qoyuram buzluğa. İşim çox olduğundan video çəkmədim qabaqcadan. Amma dolmaları bükdük, hazırladıq. Burada bir qazanıq dolma var. Yenə bir qazanıq da bükürük. Bu Zeynəbin əl qabiliyyəti. Zeynəbinki türk üsuludur. Mənimki də Bakı üsulu. İkinci paket dolma da hazırdır. İndi bunu da qoyuram buzluğa. Əslində düşündüm ki 3 paket çıxar. Amma 2 paket tam bol hava oldu. Bunu da qoyuram buzluğa.